Salam, hər vaxtınız xeyir olsun. Bu günləri mədə xorası və qastritin qarşısının alınmasının effektli yolunu mən sizə demək istəyirəm. Bu adi kartofdur. Qırmızı kartofu götürürük, onu süzgəcdən keçiririk. Yarına alınan kütlə ki var, o kütləni udmaq şərti ilə çeynəmək yox. Udmaq şərti ilə səhər, günorta, axşam 3 qoraq qaşığından uduruq. Bu 42 gün müddətinə davam edir. Qastrit, yara, bu problemlər hamısı həll olur, müalicə olunur. Bunu 1955-ci ildə Çex alimləri müxtəlif bitkilərin üzərində onlar tədqiqatlar aparmışlar və ən güclü regenerasiya qabiliyyətinə malik olan bitki kimi, tərəvəz kimi kartof müəyyən olunmuşdur. Onun inanılmaz regenerativ xüsusiyyətləri var. Hətta yataq yaralarına belə kartof qoyduqda yataq yaralarında inanılmaz dərəcədə sağalma əmələ gətirir. Bununla yanaşı olaraq dəmrovotu adlanan bitki ki var, ona üstündə çistatel deyilir, hər yerdə var, apteklərdə var. Deməli, bundan götürülüb bir çay qaşığı, bir stəkanda dəmlənilir. Əvvəlcən bədəni necə qəbul etməyindən asılı olaraq bir xörək qaşığı qəbul olunur, sonra elə insan var ki, 1/4 stəkan, eləsi var 3/1 stəkan daxilə qəbul edə bilər. Və bu da 42 gün müddətində qəbul olunur. Tərkibində gümüş var, çox gözəl effekt verir mədə yarasında, qastritlərdə və nəinki helobakteri, bütün mikrobları məhv edir. Bu dediyim üsullar bir günləri dünyada ən güclü üsul sayılır. Dünya miqyasında qəbul olunmuş üsullardır. Sağlamlığınıza fikir verin, hamınıza can sağlığı arzulayıram.